Böyle üzük mü olur? Vay aman, vallahi adamı söyərlər Hayda. Salam değerli izləyicilər, xoş gördük hər-birinizi. Bu günlərim Temudan aldığımız məhsulların qutu açılımını eləyəcəm. İnanıram ki, hamınız üçün maraqlı bir video olacaq. Məhsullarımız əsasən geyim aksesuarları, geyim və ayaqqabıdan ibarətdir. Axır ki, çox gözləməyimə rəğmən məhsullarımla qovuşdum. 14-15 günə gəldi, çıxdı, nəzərinizə çatdırım ki, dəyərli izləyicilər. Yəni çox gözlədim, amma sonunda əldə elədim. İndi biz məhsullarımızın qutu açılımını eləyəcəyik. Nəzərinizə çatdırım ki, dostlar, belə deyim, bir qısa not olaraq məlumat verəcəm sizə. Əgər siz də övladlarınızı şahmat dərslərinə yazdırmaq istəyirsinizsə, sağda və ya solda çıxan nömrə ilə əlaqə saxlayıb şahmat dərslərinə qoşula bilərsiniz. Nəzərinizə çatdırım ki, ilk dərs pulsuz olacaqdır. İndi davam eləyək. Qutunun içində bəzi aksesuarlar da var, hansı ki, qolbağı olsun, ondan sonra səhv eləmirəmsə eynək falan olmalıdır. Yəni indi başlayacağıq açmağa, tam açandan sonra sizə göstərəcəm. İndi mən bunu tərsinə çevirim, üstündə şəxsi məlumatlarım var. Onlar düşməsin. Belə rahat bir şəkildə açar. Nəzərinizə çatdırım ki, dostlar, Temudan əgər alış-veriş eləməyi bilmirsinizsə, YouTube kanalıma daxil olub, yəni izləyib yararlana bilərsiniz. Əgər siz də alış-veriş eləmək istəsəz, o videolardan sonra özünüz rahat sifariş verib ala biləcəksiniz. İndi həmçinin siz də bu videoya baxıb, yəni ən azından keyfiyyətindən tanış ola bilərsiniz. Əsasən bu dəfə sifariş verəndə mən material olaraq pambıq olmasına və katan olmasına baxmışdım. Səhv eləmirəmsə pambıq seçmişəm, əsasən pambıq material gəlsin. İndi görək pambıqdırmı, yoxsa yalandan orada yazıblar. İndi sağ olsun Arzuman da gəlib, kameramanımızdır, videonu çəkməyə köməklik edir. Xüsusi təşəkkür bildirirəm. İndi geyimdən mənim çox o qədər də onun qədər anlayışım olmasa da, indi o da bizə köməklik edəcək. Hansı ki, materiallarına baxanda. Aha, qutumuzda əsasən bu qolbağımızdır. İndi göstərəcəm sizə tam olaraq. Baxın, bu şəkildə bu paketdə gəlib. Ondan sonra remen göndəriblər. Dediklərinə görə dəridir. Amma ki, indi tam açandan sonra da bura düzürəm. Ən axırda açacağıq. Bu üzükdür, amma ki, bu mənim barmağıma olmayacaq. Razmerini yaxşı seçməmişəm. Belə qara sadə üzükdür. Bu saat olmalıdır, səhv eləmirəmsə. Bu saatımızdır. Ondan sonra bu köynəkdir, dostlar. Yaz üçün əsasən alış-veriş eləmişik. Yaz geyimi üçün. Çox da qalın olmasın. Aha, növbəti məhsulumuz isə, baxın, belə bir şalvardır. Şalvarın rəngi xoşuma gəldi, açığı. Elə özüm də bəyənib sifariş eləmişdim. Ondan sonra burada nələr var? Bu nədir belə? Qara rəngdə. Aha, bu dostlar ceketdir, üstdən geyinməyə də. Yəni bu da yaz üçün məncə ideal bir geyimdir. Düşünürəm ki. Ondan sonra içində baxaq. Hə, burada krasovka olacaq böyük ehtimal. Sniker krasovka. Amma bunun razmerini deyəsən çox yükədə bu. Mənə elə gəlir. 40 razmer göndərmişdim. Hə, 40 razmer sifariş vermişdim, amma nəsə mənə çox böyük gəldi. Yenə də geyinib baxacağıq. Başqa görə içində nəsə qalırsa sizlərə göstərim, dostlar. Bu nədir? Bunu özüm bilmirəm. İndi açanda biləcəyik. Sifariş verəndə heç bundan çıxıb nə sifariş vermişəm. Qutu bitdi. Bunu atdıq kənara. İndi dostlar, ilk olaraq nədən başlayaq? Sizcə nədən başlayaq? Remenden başlayaq, yaxşı. Ya Allah, bismillah. Görək necə gəlir. Maraqlıdır. Dostlar, əgər siz də bəyəndiyiniz bir əşya olsa, linklərini paylaşaram. Kommentlərdə yazın. Linklərini qoyacam. Əgər sizin də hər hansı bir bəyəndiyiniz əşya olsa, sifariş verərsiniz. Paketləməsi ümumilikdə yaxşıdır. Yəni belə yola verdi, göndərməyiblər. O mənim xoşuma gəldi. Elə hər şey qaydasındadır. Aha, bu remenimizdir. Remen deyəsən çox uzundur, belə ilan kimi. Aha, dediklərinə görə dəridir, amma tam təbii ki, orijinal dəri deyil, suni dəri oxşuyur. Və ehtimal ki, elə suni dəridir, amma belə ümumilikdə götürsək, dekorasiyası və s. Belə normal remendir, gündəlik istifadə üçün. Ekstra bir şey gözləməyin. Başqa da ki, indi bunu biz çək qoyaq kənara. Növbəti məhsul burada. Mən istəyirəm bir dənə geyimdən də açaq. Geyimdən burada məsələn ən çox
istədiyim şalvar idi. Ən çox gözlədiyim. Şalvara baxaq görək necədir. Aha dostlar, bax belə bir şalvardır. Şalvarın materialı ümumilikdə baxsaq pis material deyil. Yəni kameramanımız da baxsın özü. Yumşaq materialdır. Çox belə yenə deyirəm, Temudan təbii ki, sifariş verdiyimiz zaman ekstra bir şey gözləməli də deyilik. Orta səviyyə normal şalvardır gündəlik geyinmək üçün. Yəni brend şalvar gözləməyimiz təbii ki, biraz absurd olar. Belə ümumilikdə görünüş olaraq əgər siz də bəyənsəz, kommentlərdə yazarsınız. Yəni bəyənmiş olsanız, arxası da belədir model olaraq. Ayağa qalxım göstərir. Belə normal şalvardır. Bunu qatlayaq indi kənara qoyaq. Sonra növbəti məhsulumuz dostlar, burada bu Sniker də mənə maraqlı gəldi. Çünki razmer olaraq 40 razmerdir mənim ayağım, amma nasıl böyük kimi görsəniz, ola bilər içdən, kənardan geniş görsənsin, amma iç olaraq şey olsun. Bunları çıxardaq. Belə normal hündür daban ayaqqabıdır. Yəni krasovkadır, pis deyil məncə. Ümumilikdə belə baxsaq, görünüş olaraq. Ondan sonra Kitay iyi gəlir də, yəni bildiyin. Sonra bunları da qoyduq kənara. Bu şalvarı qəşəng qatlayım, səliqəli. Hə, 100%. Sonra ondan sonra dostlar, bu növbəti məhsulumuz belə ceketdir. Baxın, qara rəngdə. Sırf belə deyək, yazmalıdır. Hansı ki, köynəyin üzərindən geyinmək üçün məncə daha yaxşıdır. Belə bir materialda. Çox qalın deyil. Yəni çox qalın deyil, yaz üçün ideal bir materialdır. Düşünürəm ki, siz də bəyənmiş olarsınız. Razmer bunu XS düz göndəriblər. Əsas razmerlərinə də baxıram ki, yəni aldığım razmerdə çıxıb ya yox. Məsələn, bunu XS zakaz vermişdim, elə XS də gəlib. Öz ölçümə uyğun. Sonra növbəti məhsulumuz olur da, arada olur ki, məsələn, səhv də göndərirlər. Ona görə baxmağı hamıya məsləhət görərəm. Bu da bizim pambıq materialı köynəyimiz. Pambıq materialı. Çünki pambıq yazılmışdı orada açıqlamasında. Yəni ona görə deyirəm ki, amma bu köynək mənə böyük olacaq, böyük ehtimal. Yoxsa yox, üstündə olar. Bunu da deyəsən S ya da XS vermişdim. Yoxsa bunun ən balacası M idi, nəsə belə bir şey idi. Onu bilirəm ki, ən balaca razmer sifariş eləmişdim. Amma bunun razmeri qeyd olunmayıb. Bir dənə minus bax budur. Razmeri qeyd olunmayıb. Ola bilər paketin üzərində yazılsın. Paketdəki bunlardan hansısa biri idi. İnanmıram burada yazılar. Baxın bir dənə hər ehtimala qarşı. Hə, S razmeri dostlar. Üstündə yazılıb S razmeridir. Aha, növbəti xırda aksesuarlara keçək. Üzük sifariş eləmişdim. Amma ölçü olaraq çox yekədir. Yəni bu mənim heç baş barmağıma da olmur. Yəni bundan gözləntim olmayacaq. Bu həqiqi neçə razmerdir abi? Belə üzükmü olar? Mənim heç orta barmağıma da olmur. Bomboş. Sənin barmaqlarından çoxudur. Və üstündə çobuddur, amma yenə də heç mənim barmağıma da olmur. Yəni. Sonra növbəti burada nə məhsulumuz var? Bunu bilmədim açığı nə idi. Baxın dedim, eynək. Yadıma düşdü. Eynək də dostlar belə bir eynəkdir. İndi taxacam, baxın görün necədir. Amma yekə oldu, çox yekə oldu. Məncə çox yekə oldu, özümü görmürəm. Özümü görməyə bir... Hə, o birisi eynəyimiz budur. Yox, özdə ki, sifət formasına uyğun, yəni şəkildə çox balaca görsənirdi. Mən ona görə sifariş verdim. İndi mən heç böyük eynək taxmıram. Sifətimiz balacadır deyə. Məsələn, bu dostumun mənə hədiyyə elədiyi eynəkdir. Yəni, bu ondan 100 dəfə yaxşıdır. Sağ olsun. Bu da ki, sifariş verdiyimiz eynəkdir. Yəni, aradakı fərqi özünüz gördünüz. Belə ümumilikdə xarici görünüş olaraq hardasa bu işlənmələri falan yaxşıdır. Qızılı rəng tonları, qara.
Amma görünüş olaraq ya bunu heç o deyil hə. Heç o deyil. Dostlar, növbəti məhsulumuz, mənim dostum biraz zarafat eləyir indi. Növbəti məhsulumuz saatdır. Saatı da indi açaq. Saat da bir 5 razmir yekə gələcək. Yəni şalvar deyil, dərziyə verəsən. Yəni şalvar deyil, dərziyə verəsən də. Başını buraxmaq lazımdır. Qəşəng saatın içində kitabçası və s. gəlib. Miss Fox firmasının, yəni Çinin Miss Fox firmasının saatıdır. Gümüş rəngdə belə bir saatdır dostlar. Qiymətlərini nəzər salsaq, ümumilikdə hamısına bu boyda məhsula hardasa 140-150 manat vermişəm. Hamısı bir yerdə. Saatımız da belədir. Sən göstər yaxından. İndi təbii ki, qoşulmuyor. Qoluma da taxsam. Amma bunu açmaq lazımdır böyük ehtimal. Yəni problem varsa mənə hədiyyə edə. Hə, o heç. Yəni ikinci variant kimi dostuma hədiyyə eləyəcəm. Bunun da böyük gəldi. Amma bunu yığdırmaq lazım. Böyüksə problem yoxdur, mən onu yığdıram. Nəysə, bunu bu nətər bağlanır? Ən zəhləm getdiyim şeydir saatı bağlamaq. Səhv bağlayırsan. Belədir. Yox, onu saxla. Ortada saxla. Aha. Yuxarını gətirəyim. Sağ, solu üstünə salın. Hə, bildim necə deyirsən. Görürsən, bilir də, bu oğlan bilir. Mənə bilir, amma ki, qoluma çox yekə oldu da, mənim də qolum incədir. So, belədir də, yəni, sənin fikrin kamerada olsun, gör nətər düşürəm. Sonra şey olmasın, narahatçılıq olmasın. Bu da ki, saatımız. Vəssalam, başqa iPhone 11 almışıq, amma onu Temudan almamışıq. Dostlar, doğrudan Temudan telefonda sifariş etmək olurdu. İnanırsınız sizə deyim ki, yəni telefonlara baxdım, yəni sifariş vermək istirdim. Səhərsi günü bir də baxıram ki, telefonları stokdan götürüblər. Yəni Azərbaycana çatdırmayı yığışdırıblar. Səbəbi də ki, Starexin verdiyi məlumata görə artıq müvafiq qaydalara əsasən telefonun daşınmasına icazə yoxdur. Əsasən Starex ən məşhurlarıdır. Onların verdiyi məlumatlar belədir. Amma çox istərdim ki, yəni oradan telefonu alım, yoxlayaq da, yəni bir yerdə qutu açılını eləyək. Amma evi yoxdur, inşallah notebook almaq fikrindəyəm. Oradan notebook sifariş edib və yaxud da tablet alıb qutu açılımını bir yerdə eləyərik. Ümumilikdə burada eynəyi götürsək, qoysaq kənara. Məhsullar, indi qutularını da, kağızlarını da atım kənara. Tam formada indi kameramanımız. Hə, bir dənə qolbaq qaldı, qolbağı da açacağıq. Onunla da bitəcək. Saatı qoyaq bura. Amma çox qəşəngdir. Ümumilikdə baxsaq, çox bəyəndim. Yəni, narahatçılığım sadəcə ölçülərinə görə oldu. Eynəyimiz böyük çıxdı. Eynəyi mən belə gözləmirdim. Üzük böyük çıxdı. Saat heç, saatı yığdırmaq olacaq. Remen də pis deyildi, yaxşı idi. Ayaqqabını bəyəndim. Ən çox bəyəndiyim şalvar və bu oldu, ceket oldu. Köynəyi də indi yoxlayacam, geyinib yoxlayacam. İstəsəz geyinib onun da videosunu paylaşaram belə, qataram ora. Yəni ümumi dəst şəklində də indi videonun davamında videonu mütləq axıra kimi izləyin ki, həmin geyinəndən sonrakı o formanı da görə biləsiniz. Bunu da açın, qoyun. Qolbağa da bir yerdə baxaq. Ümumilikdə, yəni mənim dostum açığı ümumilikdə xaricdən alış-veriş eləmir, yəni buradan alır. Ona görə ona da maraqlı idi ki, yəni bu Temudan məhsul alanda necə çıxır? Yəni istədiyimiz kimi çıxır, yoxsa fərqli gəlir? Yəni ona da bir maarifləndirici həm video oldu, həm də belə gördü. Qolbağımız belədir. Gümüş suyuna batırılmış qolbaqdır. Tam gümüş deyil təbii ki. Ümumilikdə incə bir qolbaqdır. Bunu məsələn bəyəndim, qoluma yaraşar inanıram ki. İndi ən axırda dostlar, mən bunu geyinəcəm. Yəni indi bilmirəm, açıq yaraşmasa, eynək yaraşmasa taxmayacağam onu heç. Üzük də həmçinin onsuz da barmağımın ölçüsündə deyil. Mən həqiqətən gözləmirdim barmağımın ölçüsü belə olsun. Mən barmağımın ölçüsünü burada başqa bilirəm, amma oradakı ölçünü seçdim, düz gəlmədi. Nəysə, indi dostlar, bunları geyinim qəşəng, geyinim keçinim, gəlin. Qəşəng geyinim, ondan sonra videonun davamına keçək. Və dəyərli izləyicilər, indi aldığımız məhsulları mən hal-hazırda geyindim.
softbox'ımızı biraz çevirək. Mən yaxşı görəsiniz. İnanıram ki, yaxşı görünür. Kameramanımız qəşəng görünürəm. Aha, əla, super. Bax dostlar, deməli sniker ayaqqabımızı geyindim. Rahatlığıma söz ola bilməz. Ümumilikdə götürsək, həm altının qalınlığı mənim boyuma, hündürlüyünə biraz da hündürlük qatır və geyinən zamanda rahatlığına heç bir söz ola bilməz. Rəng olaraq da, yəni bu stilə köynəklə uyumu da çox əladır və əgər siz də mənimlə eyni fikirdəsinizsə, mütləq şərh bölməsində qeyd edərsiniz. Şalvar da boş şalvardır, yumşaq materialdır. Ümumilikdə şu şalvarın oturuşu da olsun və əynimdə rahatlığına da söz ola bilməz. Sadəcə mənim bir dənə bəyənmədiyim nüansı oldu ki, yəni əynimdəki köynək biraz oversize olduğu üçün mən də oversize sevmirəm. Normalda regular fit və yaxud da slim fit geyindiyim üçün biraz bundan narazı qaldım ki, yəni mən bunu ən balaca razmer olaraq sifariş etmişdim, amma yenə də əynimə biraz böyük oldu. Mən indi arıq olduğum üçün ona görə əynimə boş oldu, amma qatlalamışam köynəyin aşağısını. Belə geyinmək olar. Sonra əynimdəki bu ceket də, yəni şalvarla tonlar tünd olduğu üçün yaraşdı. Həm ayaqqabı ilə əynimdəki köynək və şalvarla ceketin uyumu məncə superdir, əladır. Sonra qolumda bu boz saat belə yaraşır. İndi ceketin qolu biraz uzundur. Bunu da XS verdiyim üçün. Mən fikirləşirəm ki, bu deyəsən Kitaylar hamısı elə oversize geyinir. Çünki Azərbaycana ixal elədiyi məhsulların da belə biz ən balaca razmerini vursaq da yenə də nəsə böyük çıxır və yaxud da ki, problem məndədir, mən çox arıqam, onu bilmirəm. Amma boyum olsaq, boyum 1.75-dir. Yəni həm də indi krasovka geyinmişəm, amma buna baxmayaraq yenə də baxıram ki, ən balaca razmer belə mənim pencəyimi biraz böyük görsənməsinə səbəb olur. Sonra qolumdakı bu gördüyünüz hansı ki bayaq sizə göstərmişdim, qolbaqdır. Bu da gümüş suyuna batırılmışdı. Saatla rəng tonları eynidir. Yəni ümumilikdə belə götürsək, eyni rəng tonlarına malikdirlər dəyərli izləyicilər. İnanıram ki, sizin üçün də maraqlı və faydalı bir video olmuşdur. Mütləq şərh bölməsində əgər siz də bəyəndinizsə, öz fikirlərinizi bölüşməyi unutmayın. Əgər siz kimsə bu məhsullardan almaq istəsə, linklərini aşağıda qoyacağam və həmçinin dəyərli izləyicilər, əgər siz də Temudan sifariş zamanı 30% endirimdən yararlanmaq istəyirsinizsə, komment bölməsində qeyd elədiyim link vasitəsilə evdə Temu yüklənməyən telefonda, yenə qeyd edirəm, Temu yüklənməyən telefonda, əgər Temu sizdə hal-hazırda yüklənibsə varsa, ondan olmayacaq. Evdə başqa bir istifadə olunmayan telefon, smartfon varsa və yaxud da ananız, atanız, bacınız, dostunuz, qardaşınızda Temu yüklənməyən telefon varsa, onu əlinizə alırsınız. Həmin sizə qeyd elədiyim, komment bölməsində qeyd elədiyim link vasitəsilə daxil olub Temunu Play Store-dan yüklüyürsünüz və daha sonra qeydiyyatdan keçdikdən sonra həmin komment bölməsində nəzər yetirin, orada promo kod qoymuşam. Həmçinin burada da qoymuşam, ekranda görəcəksiniz. Həmin o promo kodu daxil edirsiniz və 30%lik endirimdən yararlanırsınız və əgər sizin də dostlarınızın məlumatı yoxdursa, elə bu videonun linkində onlarla bölüşün ki, yəni bu videodan sonra onlar da endirimdən yararlansınlar. İnanıram ki, sizə faydalı bir video olmuşdur və faydalı olmağa da çalışıram dəyərli izləyicilər. Aşağıdan hələ də kanalıma abunə deyilsinizsə, bir saniyənizi ayırıb kanalıma abunə olmağı və videonu bəyənməyi unutmayın. Sizlərin dəstəyi mənim üçün çox önəmlidir. Siz dəstək olduqca mən videoları çəkməyə daha da motivasiya, daha da enerjili oluram. Bu qədər. İnanıram ki, yekunlaşdıra bilərik videomuzu. Özünüzə çox yaxşı baxın. Gələcək videolarda görüşənədək hələlik.